Demək, qeyd elədik ki, bugün sizinlə zülallar və nuklein turşularının izahatını paylaşacağım. Lövhəmiz açılsın inşallah. İzahlı şəkildə bu mövzularımızı sizin üçün izah edək. Aha, zülallarla başlayırıq. Qeyd eləmişdik ki, zülallar canlı orqanizmlərdə rast gəlinən biopolimerlər qrupuna aiddir. Yəni, hal-hazırda biz biopolimerləri öyrənirik və həmçinin belə demişdik ki, biz biokimyanı 3 hissəyə ayırırıq. Elementlər, onların birləşərək əmələ gətirdiyi maddələr və onların quruluşu və bir də həmin o maddələrin bir-birinə çevrilməsi, yəni proseslər şəklində öyrənirik. Hal-hazırda biz maddələr və onların quruluşunu öyrənirik. Yəni, keçən dərsimizdə karbohidrat və lipidləri öyrəndik. Bu dəfə isə zülallar və nuklein turşularını öyrənəcək. Dedik ki, zülallar biopolimerdir. Monomeri amin turşulardır. Monomeri amin turşulardır. Deməli, amin turşular təbiətdə təqribən 150 növ olur. Amma bu 150 növün 20 növü maksimum zülalların tərkibində rast gəlinə bilir. Hər bir amin turşunun müəyyən kimyəvi quruluşu var, kimyəvi formulu var. Onları sizin üçün göstərəcəm. Deməli, həm sərbəst şəkildə amin turşunun formulunu göstərəcəm, həm də zülalın tərkibinə daxil olduqda nə formada olur, onu da sizin üçün qeyd eləyək. Deməli, sərbəst şəkildə amin turşunun quruluşu ibarətdir amin qrupundan NH2, CH, COOH və bir də radikal qrup var. Onu biz R hərfi ilə göstəririk. Və nəyə görə R hərfi ilə göstəririk? Ona görə ki, onlar müxtəlif amin turşularda müxtəlif quruluşa malik ola bilərlər. Yəni, məsələn, tutaq ki, sistein amin turşusunda radikal CH2SH-dır. Glisin amin turşusunda radikal sadəcə hidrogen atomundan ibarətdir və s. kimi deyə bilərik. Bunlar üçün orta kütlə anlayışından istifadə olunur. Amin turşunun sərbəst halda orta kütləsi Mr orta bərabərdir 128 atom kütlə vahidi. Bunlar zülalın tərkibinə daxil olduqda peptid rabitə vasitəsilə bir-birinə birləşirlər və peptid rabitənin yaranması üçün nələrsə tərkibindən çıxmalıdır. Bunu göstərmək üçün sizə 3 dənə amin turşu qalığı ardıcı olaraq göstərəcəm və rabitələr yaranarkən hansı hissələr çıxır və rabitə nələr arasında yaranır, onu da göstərərəm. Deməli, NH2, CH, radikal, yenə COOH. İkinci amin turşu yenə NH2, CH, radikal, COOH. Üçüncü yenə NH2, CH, radikal, COOH. Burada NH2'ləri 2 dənə hidrogen şəklində göstərim. Deməli, bircə dəqiqə. Deməli, NH, bir də H deyək. Burada da NH, bir də H.
Və rabitənin yaranması üçün iki amin turşu arasında birindən karboksil qrupundan OH, digərindən amin qrupundan hidrogen çıxır və OH üstə gələk H bir molekul su yaranır. Və karbonla, yəni karboksil qrupundakı karbonla digər amin turşunun amin qrupundakı azot arasında peptid rabitə əmələ gəlir. Bu rabitə peptid rabitədir. Peptid rabitə. Digərində yenə də birindən OH, digərindən hidrogen çıxır. Ümumilikdə su ayrılır və nəticədə karbonla azot arasında peptid rabitə əmələ gəlir. Və peptid rabitələrin sayı ayrılan su molekulların sayına bərabərdir. Yəni, əgər n sayda amin turşu qalığı varsa, n sayda amin turşu qalığı n çıxılsın bir molekul su və n çıxılsın bir molekul peptid rabitə deyə bilərik. İndi gələk əsas məsələ bunların kütlələri. Amin turşu qalığı zülalın tərkibində hansı kütləyə malik olur? Və demişdik ki, sərbəst halda kütləsi 128-dir. Zülalın əvvəlində həmin o 128-dən OH qrupu çıxdığına görə biz OH qrupunun kütləsi oksigen 16, hidrogen 1, cəmi 17-dir. 128-dən 1-i çıxırıq, bərabər edir 127, 1 deyirəm, üzr istəyirəm. 128-dən 17 çıxırıq, bərabər olur 111-ə. Deməli, zülalın əvvəlində amin turşu qalığının kütləsi 111-dir. Ortada olanda bir tərəfdən hidrogen, digər tərəfdən OH çıxır. Cəmi 18 edir və ona görə 128-dən 18 çıxırıq, bərabər olur 110-a. Deməli, ortadakı amin turşu qalığının orta kütləsi 110 olacaq. Axırda olanda isə bir dənə sadəcə hidrogen çıxır. Ona görə 128-dən 1-i çıxırıq, bərabər olur 127 atom kütlə vahidi. Və qeyd elədiyim kimi, ona görə biz orta kütlə anlayışından istifadə edirik ki, müxtəlif amin turşu qalıqlarında, müxtəlif amin turşularda radikal hissə bir-birindən fərqlidir. Yəni, birində daha çox, birində daha az ola bilər və onların ədədi ortası, deyək ki, tapılaraq təqribən 128-ə bərabər edilmişdir sərbəst halda. Mövzuda diqqət eləyəcəksiniz, bəzi məlumatlar var, yəni bəzi amin turşular, bəzi zülalların daha doğrusu nisbi molekul kütlələri verilib. Yəni, məsələn, tutaq ki, insulinin kütləsi 5700, ribonukleaza zülal fermentin kütləsi 127.000 atom kütlə vahidi, hemoglobin kütləsi 65.000 və s. olaraq qeyd edə bilərik. Bu mövzudan növbəti diqqət edəcəyimiz məqam insulin amin zülalı daha doğrusu. İnsulin zülalı haqqında iki məlumat qeyd olunub. İki məlumat nədir? Bir, iki zəncirlidir. İki zəncirlidir. Birində 30 amin turşu qalığı var. Digərində isə 21 amin turşu qalığı var. Bayaqları qeyd edərkən biz dedik ki, n qədər amin turşu varsa, n çıxılsın bir qədər su ayrılır. Amma həmin o n çıxılsın bir zəncirli zülal molekulları üçün qeyd olunur. Bu, iki zəncirli olduğuna görə burada 30-dan 1 çıxırıq, 29 mol su ayrılır. 21-dən 1 çıxırıq, 20 mol su ayrılır.
cəmi 49 mol su ayrılmış olur. Bu da n çıxılsın 2 deməkdir. Yəni, hər zəncir üçün 2 mol su ayrılmış hesab olunacaq. Və bir də insulin üçün növbəti məlumat nədir? Növbəti məlumat odur ki, bunların tərkibində 18 növ amin turşu qalığı var. Yəni, soruşulanda ki, insulinin tərkibində neçə növ amin turşu qalığı var? 18. Amma neçə amin turşu qalığı var? Bu zaman 51 amin turşu qalığı var deyəcəksiniz. Ribonukleaza zülal fermenti qeyd olunub. Onun tərkibində 19 növ amin turşu qalığına rast gəlinir. Zülallarla bağlı, yəni amin turşuların orta kütləsi demişdik. 128 amin turşuların uzunluğu 0,35, 0,37 nanometrdir. Yəni zülalın tərkibində bir zəncirli zülallısa, neçə amin turşu qalığı varsa, əgər uzunluğu soruşulursa, maksimum üçün 0,37-yə, minimum üçün 0,35 nanometrə vuraraq hesablaya bilərik. Və əsas məsələlərdən biri zülalların 4 cür quruluşu var. Zülalların quruluşu deməli, birincili quruluşda sadəcə peptid rabitə olur, yəni zəncir formasında birincili quruluşa rast gəlinir. İkincili quruluş spiral halındadır. Deməli, peptid rabitə, zəncir halı. Deməli, ikincili quruluşda peptid və hidrogen rabitəsi. Burada spiral halında quruluş var. Yəni, zəncir spiral şəklində qurularkən spiralın bir-birinə yaxın olan hissələri arasında hidrogen rabitəsi yaranır. Üçüncülü quruluşda peptid, hidrogen və hidrofob rabitə olur. Peptid, hidrogen və hidrofob rabitə olur. Və quruluş cəhətdən qlabula və ya yumaq şəklində olur. Yumaq, yəni nə isə bir kəndiri bükəndə, yəni bir yerə toplananda ona yumaq deyirlər. Yəni, burada da sanki spiralı uc hissələrindən sıxaraq bir-birinə yaxınlaşdırılır və yaxınlaşdırılan hissələr arasında hidrofob rabitəsi, məsələn, buna nümunə olaraq disulfid rabitə də deyə bilərik. Yəni, iki kükürt atomu arasında yaranan bir rabitədir. Dördüncülü quruluşda rabitə olaraq eyni qalır, yəni elə peptid, hidrogen və hidrofob rabitədir. Sadəcə quruluş cəhətdən burada zülali və qeyri-zülali hissələr olur. Yəni 1, 2, 3-cülü quruluşlarda yalnız zülali hissə, yəni amin turşular olur. 4-cülü quruluşda isə həm də qeyri-zülali hissəyə rast gəlinir. Buna misal olaraq hemoqlobin zülalı nümunə göstərmək olar. Hemoqlobin zülalının tərkibində deyir ki, 4 ədəd qlabula və həmçinin də hem adlanan qeyri-zülali hissədən təşkil olunmuşdur. Bu zülallar haqqında təbii ki, yəni hər xırdalığına qədər qeyd eləməyəcəm. Əsas lazım olan, vacib olan hissələri qeyd elədim. Zülalların xassələridir, zülalların denaturasiyasıdır, xassələri deyirəm, yəni xassələrin elə denaturasiyası aiddir, funksiyalarıdır. Məsələn, inşaat funksiyası, energetik funksiyası, sintetik funksiya, hərəkət funksiyası, fermentativ funksiya, yəni zülallar demək olar ki, daha çox funksiyaya malik olan üzvü birləşmələrdir.
Və onu da deyim ki, hüceyrədə zülallar adətən enerji mənbəyi kimi istifadə olunmur, çünki digər funksiyaları daha önəmlidir. Enerji mənbəyi kimi karbohidrat və lipidlər daha çox funksiya yerinə yetirir. Əgər karbohidrat və lipidlər çatışmasa, o zaman zülallardan istifadə oluna bilər. Keçirik növbəti hissəmiz, yəni növbəti üzvü maddəmiz nuklein turşularına. Nuklein turşuları. Nuklein turşularına nələr aiddir? DNT və RNT. DNT açıqlaması necədir? Dezoksiribonuklein turşusu. RNT nədir? Ribonuklein turşusu. Bunların hər ikisinin monomeri nukleotidlərdir. Nukleotidin tərkibində nə var? Nukleotid 3 hissədən ibarətdir. Onu göstərək. Üç hissədən ibarətdir. Bir hissəsi azot əsası, bir hissəsi karbohidrat, 5 karbonlu karbohidrat, yəni pentoza, bir hissəsi isə ortofosfat turşusu qalığı aiddir. Pentoza, azot əsası. İndi biz azot əsaslarını da növlərini qeyd edərik. Pentozanın da həmçinin ortofosfat turşusu qalığı isə yəni növləri yoxdur. Ortofosfat turşusu qalığı sabitdir. Pentozaya nə aiddir? Aiddir riboza və dezoksiriboza. Bunu karbohidratlar mövzusunda keçmişdik. Azot əsaslarına nələr aiddir? Adenin, timin, sitozin, guanin və urasil. Və nuklein turşularında ümumi olaraq 5 növ azot əsası var. 8 növ isə nukleotid var. 5 növ azot əsası, 8 növ nukleotid rast gəlinir. Nəyə görə? Adlar amma elə 5 dənədir. Yəni nukleotidin də adları. Adenin nukleotidi, timin nukleotidi, sitozin nukleotidi, guanin nukleotidi və urasil nukleotidi. Amma 8 növdür. Niyə 8 növdür? Onu mən göstərim. Yəni, məsələn, 3 hissədən ibarət olduğu üçün deyək ki, DNT-də adenin, dezoksiriboza və ortofosfat. Timin, dezoksiriboza və ortofosfat. Ondan sonra guanin, dezoksiriboza, ortofosfat. Sitozin, dezoksiriboza, ortofosfat. Ondan sonra RNT-də yenə adenin, burada artıq riboza, ortofosfat. Timin yoxdur, əvəzinə urasil var. Yenə riboza, ortofosfat. Guanin, riboza, ortofosfat və sitozin, riboza, ortofosfat. Baxmayaraq ki, adenin, guanin və sitozin adları DNT və RNT-də eynidir. Amma bunun karbohidrat hissələri fərqli olduğuna görə, yəni DNT-də
Dezoksiriboza ortofosfatdır, amma RNT-də riboza ortofosfatdır. Ona görə adenin, guanin və sitozin 2 dəfə götürülür. Yəni ayrı-ayrılıqda. Ona görə cəmi 6 və DNT-də timin nukleotidi, RNT-də urasil nukleotidi olmaqla ümumi 8 növ nukleotidə rast gələ bilərik. Və azot əsasları 2 qrupa ayrılır. Deməli, purin əsası bunlara aiddir adenin və guanin. Pirimidin əsası bunlara isə aiddir sitozin, timin və urasil. Və adeninlə guanin iridir, yəni 2 halqadan ibarətdir. Sitozin, timin və urasil isə kiçikdir. Yəni adenin və guaninin quruluşu təqribən belə bir quruluşa malikdir. Amma timinlə deyək ki, sitozin və urasil isə bir halqadan təşkil olunub. Yəni adenin, guanin daha iri, timin, sitozin və urasil isə nisbətən kiçik ölçüyə malik olan azot əsaslarıdır. DNT və RNT-nin quruluşu barədə də qısa məlumat verin, vaxtımız azalır. Deməli, DNT 2 zəncirlidir və zəncirlər arasında hidrogen rabitəsi olur. Və əvvəlcə mən istəyirəm zəncirin quruluşunu çəkim, ondan sonra onun arasında, nukleotidlər arasında hansı rabitələr, hansı hissələr arasında yaranır, onu da sizə göstərəcəm. Deməli, 4 növ nukleotid istəyirəm ki, göstərim. Və dördüncüsü deməli növbəti DNT-də komplementarlıq prinsipi deyilən bir prinsip var. Buna uyğunluq da deyilir. Adenin və timin uyğundur. Guanin və sitozin uyğundur. Ona görə molekulda 2 zəncirdə adeninlə timin qarşı-qarşıya durur. Sitozinlə isə guanin qarşı-qarşıya durur. Yəni onlar bir-birinə komplementardır, bir-birinə uyğundur. Urasil DNT-də olmur, urasil RNT-də olur. Yəni orada artıq bir zəncirdir. Orada komplementarlıq prinsipi yoxdur. Deməli, adenin, timin, deyək ki, guanin, sitozin, deyək ki, timin, adenin, sitozin qarşısında guanin. Əvvəlcə zəncirin əmələ gəlməsinə baxın. Zəncir əmələ gələn zaman bir nukleotidin pentozası ilə digər nukleotidin ortofosfat türüsü qalığı arasında rabitə yaranır. İkincidə də eyni qaydada, üçüncüdə də eyni qaydada. Və buradan da, burada artıq aşağı, yəni bir tərəfdən yuxarıdan aşağısı, digər tərəfdə aşağıdan yuxarı rabitələri göstərəcəyik. Pentoza və fosfat qalığı arasında. Məsələn, burada 8 dənə nukleotid var. 6 dənə rabitə nukleotidlər arasında yaranır. Buna polyar kovalent rabitə deyirik. Yəni, zəncirdə nukleotidlər arasında bir nukleotidin karbohidratı, digər nukleotidin fosfat qalığı arasında polyar kovalent rabitə əmələ gəlir. Əgər n sayda nukleotid olarsa, n çıxılsın 2 qədər
polyar kovalent rabitə əmələ gələcək. Gəlirik məsələ hidrogen rabitəsinə. Adenin və timin arasında 2 hidrogen rabitəsi, guanin ilə sitozin arasında isə 3 hidrogen rabitəsinə rast gəlinir. Və ümumi hidrogen rabitəsi üçün düsturumuz H bərabərdir N üstə gələk S və yaxud G. Bir də H bərabərdir 2 vurulsun adenin və yaxud timin, yəni ikisindən birini götürə bilərik. Üstə gələk 3 vurulsun guanin və yaxud sitozin. Burada da ikisindən birini götürə bilərik. Nəyə görə ümumi nukleotid üzərində sitozin və yaxud guanin gəlinir? Yəni, əgər burada 8 dənə nukleotid varsa, 8 dənə nukleotid adeninlə timinin cəmi 2-dir, rabitəsi də 2-dir. Amma guaninlə sitozinin cəmi 2-dir, rabitəsi məsələn 3-dür. Yəni, o 2-nin üzərinə ya guaninin ya sitozinin sayını gəlir, yəni bir ədəd gəlir ki, 3 eləsin. Ona görə düsturda biz ümumi nukleotid sayının üzərinə sitozin və yaxud guanin sayını gəlirik, hidrogen rabitəsini tapırıq. Bu quruluşu tərkibindəki rabitə. RNT-ni inşallah gələn dərsə keçərik. Hələ ki RNT haqqında məlumat vermirəm. Və əsas məsələlərdən biri DNT-də əmələ gələn genetik kodlar və yaxud tripletlər də buna deyilir. Yəni, 1 dəqiqə yarım vaxtımız var təqribən. Deməli, müxtəlif kombinasiya sayı. İnşallah gələcək dərslərimizdə yenə də ətraflı məlumat verəcəm bu barədə. Müxtəlif kombinasiya sayı necə tapılır? Fərqli nukleotid sayı əsasda yazılır. Əsasda. Deməli, kombinasiyadakı nukleotid sayı isə qüvvətdə. Yəni, məsələn, DNT-də 4 növ nukleotid var. Onlar 3-3 birləşirlər. 3-3 birləşdikləri üçün 4-ü yazırıq əsasda, 3-ü yazırıq qüvvətdə. Bu da 4 üstü 3 bərabərdir 64 dənə kombinasiya əmələ gətirir. Bəzən ola bilər ki, deyər ki, məsələn, sitozin yoxdur. Digər 3-ü var. Bunlar 3-3 birləşir, neçə kombinasiya yaradır? 3 üstü 3 bərabərdir 27 kombinasiya əmələ gətirəcək. Bununla bağlı tapşırıqlarımız, testlərimiz də olacaq. İnşallah o dərslərdə də bu barədə ətraflı məlumat verərik. Axırıncı dəqiqəmizdir. Yəqin ki, birazdan bitəcək. Mövzunu, yəni tapşırığı qrupa da bir də yazacağım. İnşallah dərsimizin video qeydini də yükləyib sizin üçün göndərərəm. Varsa sualınız buyurun.